Böyle bir sualın izahına bax. Deyir ki, doğrularının kesişim noktasının koordinatları çarpımı kaçdır? Doğru nədir? Bax, bu bir düz xəttin tənliyidir deyir. Bu da deyir, ikinci düz xətt. Doğru düz xətt deməkdir. Deyir, bunlar bir nöqtədə kəsişirlər. Bunların koordinatları hasili, çarpımını istəyir. Baxın, ilk öncə bir şey bilmək lazımdır. İki düz xətt varsa, deyək ki, D1 və D2 düz xəttlərdir. Ya bunlar ikisi bir nöqtədədirlər, yəni ikisi üst-üstə düşüblər, ikisi eyni nöqtədə, yəni D1 və D2 eyni nöqtədə. Bunların sonsuz qədər kəsişmə nöqtəsi var. Yəni burada da kəsişiblər, burada da və düz xətt demişdim axı sonsuzluğa, yəni nə başlanğıcı var, nə sonu var bir düz xəttin. Okay? Onun üçün bunun sonsuz qədər həlli var. Yəni bir kəsişim nöqtəsi bizdən soruşa bilməz. Onun üçün bu deyil. Ya iki düz xətt paralel gedər. Paralel düz xəttlər bilirsiniz ki, heç vaxt kəsişmir və bunların kəsişmədiyi üçün heç bir ortaq nöqtəsi olmur. Kəsişim nöqtələri olmur. Okay? Ya da bir iki düz xətt yalnız və yalnız bir nöqtədə kəsişirlər və bunların deyək ki A nöqtəsi, deyək ki D1 və D2 düz xəttlərdir. Bunlar A nöqtəsində kəsişiblər. A-nın koordinatları x və y-dir. İndi bizdən həmin bu x vursun y-in x vursa y istəyir və D1 deyək ki, bu D1'indir, bu da D2'nin, hə? Okay, yəni bunlar bir nöqtədə, hər hansı bir nöqtədə ortaq qiymət alıblar. Ortaq qiymət. Yəni buradakı x, y həm bu düz xəttin tənliyinin həllidir, həm də bu düz xəttin tənliyinin həllidir. Yəni mən bu sistem tənliyi həll etsəm, ikisi üçün də ortaq x, y alacağam. Bu da o deməkdir ki, kəsişmə nöqtələrini tapacağam mən bunların, okay? İndi bunlar həll etməyə çalışaq. Aşağını 2-yə vursam, nədir? 2x çıx 3y, 7-ni atım o tərəfə 7. Çünki biz belə vərdiş eləmişik. 2x üstünə gəlinsin. Hə, bunu 2-yə vurdum axı. Aşağını 2-yə vurdum. Plus bunu 2-yə vurma məcburiyyətindəyəm 2y və bunu mənfi 12 atdım o tərəfə müsbət 12 kimi, hə? X-lər çıxdım. Yuxarıdan aşağını çıxım 5y, yəni bu mənfi müsbət. Bunu çıxanda 5, y nəyə bərabər oldu? 1-ə bərabər oldu. Y 1 isə gətirib burada yerinə qoyanda burada 2, 2x nəyə bərabər olur? 10-a bərabər olur. X nəyə bərabər olur? 5-ə bərabər olur, hə? İndi nə deyir? 5 vurulsun 1 soruşur da, cavab bizdə 5-dir. Cavab C variantı. Çünki y-in 1-dir, x-im nədir? 5-dir. Bizdən nə soruşurdu? X vursa y soruşurdu. Cavab nə oldu? 5 C variantı.